İsraildə olarkən bir şeyə fikir verməyə başlayırsan. Şərq ilə Qərbin sıx bağlantısına və təkrarlanmaq təhlükəsindən qorxmayaraq yenə də deməliyəm. Bu ölkədə Qərblə Şərq qaneedici dərəcədə kompromisə gələ biliblər. İsrail əhalisinin 20% rusca danışır, yəni SSR-dən gələnlər. Amma SSR-dən gələnlərin hamısı Moskva və Leningrad ziyalıları olmayıb. Tacikistandan gələn də olub, Sibirdən gələn də, hərəsi öz mədəniyyəti və dünya görünüşü ilə. Bu bir tərəfdən. O biri tərəfdən isə daha bir iri, qeyri-rus dilli və eyni fərqli ilə seçilən əhalinin qalan 80%. Burada da yahudilər eyni deyirlər. Çoxluğun cərgələrində bir tərəf Qərbdən, Avropadan, Amerikadan köçən və tam başqa düşüncəli olan yahudiləri təmsil edir, o biri tərəf isə yerli və kökləri buradan olan yahudiləri. Şərq düşüncəli, gözlərini açıb bu həyatı görən yahudiləri. Qərbdən və SSR-nin ziyalı mərkəzlərindən gələnlər bir həyat istəyirdilər, yerli və şərq ölkələrinin yahudiləri isə başqa həyat. Və görünür nəticədə şifahi saziş bağladılar. Gəlin Qərbi də qoruyaq, şərqi də. 50 mərtəbəli bina tik, 5 ulduzlu müasir oteldə dincəl, Lexusda rəfiqəni gəzdir. Amma həyat tərzində şərqi qoru. Dədə-baba qaydalarına riayət et, adət-ənənələri unutma, böyük-kiçik, ana gəlin, dost-düşmən qədribi. Bu səbəbdən də İsraildə həyat zahiri rəngarəngliyinə baxmayaraq puritan və abırlı görsənir. Yox, düşünməyin ki, qadınlar burada yaylıqla örtüklü, kişilər isə başı papaqlıdırlar. Eylatın gecə həyatı heç bir şübhə qoymur. İsrail gəncləri eyni müasirlik və açıq-saçıqlıq nümayiş etdirirlər. Amma İsraildə striptiz bar, porno şou, belə spesifik əyləncələr yoxdur. Hətta kazino qadağı altındadır. Bir neçə il bundan əvvəl qumarbazlar gəmi kazinosuna minib neytral sulara yollanırdılar və orada qumar azarlarını öldürürdülər. Amma sonra onun da qabağı alındı. Lakin lap dözülməz vəziyyət olsa, çıxış yolu var, qonşu Misirə getmək. İsrailə gələn turist oyun oynamağa, seks şouya baxmağa, çimərlikdə yarıçılpaq uzanmağa gəlmir. O sakit və ahəstə, sambalı və alicənab istirahət axtarır və bunu tapır. Diskotekası da var, gecə konsertləri də, müasir dükanı da. Amma bütövlükdə İsrail həyatında abur həya görürsən. Tərbiyə, səviyyə, düşüncə. İsraillilər çox dindardılar. Sinagogaya gedirlər, şabat saxlayırlar, bütün dini bayramları ədəb-ərkanla qeyd edirlər. Bütün qaydaları ilə. Yahudinin isə bütün bayramları elə dinidir. Qeyri-dini yəqin ki, yalnız ölkənin yaranma günü ola bilər. Yəni, veterinar günüdür, dəmiryolçular günüdür, Mossad kəşfiyyatçılarının günüdür. Belə bayramları baytarlar, paravoz sürənlər və gizli agentlər necə deyirlər, öz kurqlarında qeyd edirlər. Xalq başqa bayramları qeyd edir. Pasxa filan. Deməzdim ki, əhalinin hamısı dindar və Toranın bütün qanun qaydalarına xırdalıqla əməl edən insanlardır. Yox, hər bir demokratik ölkədə olduğu kimi bu ölkədə də seçim azaddır. İstəyirsən bağla başını, istəyirsən başı açıq gəz. Amma başını açıq saxlasan belə unutma, sənin başın uca, alnın isə təmiz olmalıdır. Qərb sayağı geyinib, qərb sayağı küçələrlə, qərb sayağı musiqinin sədaları altında, qərb sayağı yerişlə gəzsən belə, kökünü, vətənini, böyüklərin nəsihətlərini unutma. Və unutmurlar. Mən İsrail gənclərini həm düşüncədə, həm yaşayış tərzində çox müasir, çox azad və komplekssiz gördüm. Amma eyni zamanda çox tərbiyəli və qanacaqlı. Orada olanda dostum İsik danışırdı ki, İsraildə anadan olmuş və artıq yuxarı sinifdə oxuyan qızı hərdən elə suallar verir ki, o içəridə qızarır. Amma eyni zamanda İsrail qızı ata-ana sözündən çıxmaz, hörmətini saxlayar, əziyyətini çəkər. Yəni Avropa-Amerika münasibətləri İsrail cəmiyyətinə xas deyil. Amma dediyim kimi, cəmiyyətin böyük hissəsinə. Kiçik hissədə isə Qərb və Rus sayağı biganəlik və egoizm də görmək olar. Amma kiçik hissədə. Qədim Fələstin torpağı gözəl servislə, gözəl kurortlarla, gözəl mətbəxlə yanaşı sizə gözəl tanışlıqlar da bəxş edir. Dünyanın heç bir yerində mən bu cür dəyərli yoldaşlıq tapmamışdım. Bu cür maraqlı insanlarla tanış olmamışdım. Qədim tarix, ucu-bucağı görsənməyən səhra bütün dünyanın romantiklarını özünə cəlb edir. Ötən verilişdə sizləri Danimarka vətəndaşı Eriklə tanış etmişdim.
Səhra məcnunu olan Erikla. Səhra Leylisini isə mən başqa yerdə tapdım. Əgər bütün səfərlərim zamanı aşiq olunası bir qadın var idisə, o da Vinni oldu. Onun məcnunu Erik yox, mən özüm oldum. Həyatım boyu bu qədər cazibədar, həyatsevər və həmin həyata vurğun olan qadını görməmişdim. İmpulsiv, təmiz ürəkli, səmimi və dərin düşüncəli. Vinni Hollandiya vətəndaşıdır. Çox səfərlər edib, dünyanı dolaşıb, ərə gedib boşanıb, başı çox bəlalar görüb və rahatlığı yalnız səhrada tapa bilib. Vinni bir neçə il Misir səhralarında da yaşayıb. Sonra isə gəlib İsrailə. Vinni vaxtilə bizim sürücümüz Manişinin qardaşı ilə ailə qurub. Lakin sonra birgə həyat baş tutmayıb. Amma keçmiş qayni Manişə ilə Vinni çox isti münasibətlər saxlaya bilib. Manişi tez-tez bu düşərgədən keçir, turistləri aparıb gətirir. Ona görə də ötən illərin qohumları vaxt aşırı görüşmək xoşbəxtliyinə nail ola bilirlər. Düşərgənin tarixi isə Vinninin özü kimi cazibədar və cəlbedicidir. Xüsusi xidmətlərin keçmiş bir işçisi böyük bir bəlaya düşür. Onu tuturlar və hökm oxuyub salırlar dama. Düzmü, əyrimi, bilmirəm. Amma azadlığa çıxandan sonra həmin adam hər bir dustaqda olmuş kimi həyata başqa cür baxmağa başlayır və səhranın ortasında bir düşərgə salır. Amma Yahudi zindandan çıxandan sonra da saymaq qabiliyyətini itirmir. Bu yeri seçməklə bizim qəhrəmanımız yalnız səhra azarını öldürmək məqsədini güdmürdü. Buradan 101 kilometr aralıqda yerləşən bir ziyarətgaha tez-tez insanlar gedirdilər və 101-ci kilometr adlanan bu yerdə dayanıb biraz istirahət edirdilər. Əl üzlərini yuyurdular, yorulmuş ayaqlarına dincliyi verirdilər, bir parça çörək, bir fincan su dadırdılar. Keçmiş kəşfiyyatçı seçimi düz etdi. Əvvəlcə 1-2 otaqlı ev tikdirdi, balaca kafe açdı, dükan və 101-ci kilometr adlı biznes ocağı populyarlıq qazanmağa başladı. Amma xüsusi xidmət orqanlarının veteranı bütün bu işləri icazəsiz görürdü. Artıq ehtiyatlı olduğunu unutmuşdumu ya başqa səbəbdən bilmirəm. Hər halda hökumət belə hörmətsizliyə dözməyib onunla mübarizəyə qatıldı. O sökürdü, bu tikirdi. O məhkəməyə verirdi, bu polisə yazırdı. Radio, televiziya, səs, küy. Lakin İsrail çəkisti sözündən dönmədi ki, dönmədi. Səhra hər bir yahudinindir və burada yaşamaq üçün mən heç kimdən icazə almıram və almaq fikrində də heç deyiləm. Nə edirsiniz, edin. İstəyirsiniz, bir də atın zindana, amma fikrimdən dönən deyiləm. Hökumət uzun illər ağsaqqalla mübarizə apardı. Amma sonra təngə gəlib ondan əl çəkdi. Həm də ictimaiyyət bir mənalı olaraq öz simpatiyalarını ölkə üçün vaxtı ilə qan tökmüş veterana vermişdi. Nə istəyirsiniz ondan? Çəkdiyini çəkib, pul istəmir, kömək istəmir. Səvab iş görüb öz puluna siz etməyənləri edib. İnsanlara kölgəlik, sərinlik, su və çörək verib. Bugün 101-ci kilometr düşərgəsi böyük bir ərazini əhatə edir. Dükanlar, restoranlar, otel, oyun avtomatları. 3-4 saatlıq amansız günəş altında avtomobil səyahətindən sonra elə bir oazisə düşürsən. Həyat verici, sərin bir oazisə. עם סיכוי שוב להתאהב. Mənim nakam məhəbbətim Vinni bir neçə il bundan əvvəl düşərgə sahibi ilə təsadüfən tanış olur. Eyni düşüncəli, eyni fanatizmli, eyni enməz və cəsarətli olduqlarından bir-birlərini dərhal anlayırlar və Vinni bu düşərgəyə müdir təyin olunur. Yer sahibi isə çıxıb gedir. İndi o buraya çox az gəlir. Qocalıb, yeni tanışlıqları sevmir, tünlükdən xoşu gəlmir. Bu səbəbdən də başqa yerdə mülk alıb yaşayır orada. Vinni isə bütün il boyu burada qalır. Daha doğrusu o burada qalmır, o burada yaşayır, özünə məxsus tərzdə. Bir otaqlı vagonçikdə həm yatır, həm kitab oxuyur, həm televizora baxır. Kondisioneri, işığı, suyu, amma duşu yalnız təbii şəraitdə qəbul edir. Ayağı yoluna da kənd sayağı aralıqda gedir. Səhra, deyir Vinni, insanı dəyişir. Bu sonsuzluğu seyr edəndə, bu əbədi tarixi, heyrətamiz dağları görəndə
həyata başqa cür yanaşmağa başlayırsan. Düşünürsən, dərin fikirlərə, sonsuz xəyallara gedirsən. Mən kiməm? Bu həyata nə üçün gəlmişəm? Siz dağlarmısınız bu həyatda yeganə haqq ədalət? Mən bu fazendama hər axşam gəlirəm. İşlərimi görüb otururam burada. Çay düzəldirəm, manqal qalayıb ət bişirirəm. Özü də hökumətin çayından almıram. Buradakı otlardan əlimə nə keçdi, çaydan atıb dəmləyirəm. Baxın, görürsünüz necə incə ətri var bu otların? Hamısı fərqlidir, hamısının öz tamı var. Hamısını da əzbər tanıyıram. Çünki bir-bir dərib iynləmişəm. Mən təbiətin vurğunuyam, ona görə də burada yaşayıram. Əgər hansısa bir qonaqlarımdan xoşum gəlirsə, onları dəvət edirəm mənimlə birlikdə təbiətlə qovuşmağa. Otururuq, söhbətləşirik, nərd atırıq, qəlyan çəkirik. Həyatdan, onun mənasından söhbət edirik. Əsli Hollandiyadandır. Orada böyüyüb boya başa çatıb və son yalan olsa bir 20 ildir səhralarda, Misirdə, burada, Iordaniyada olub, Tunisdə olub. 55 yaşı var. Çox maraqlı qadındır, çox. 101-ci kilometr düşərgəsində həqiqətən də filosof olmaq olar. Amma bunun üçün gərək bir neçə gün qalasınız burada. İnanın, problemlər unudulur, stresslər yox olur, beyin açılır, fikirlər yüngülləşir. Bunun üçün hər bir şərait var. Rahat otaqlar, isti soyuq su, kondisioner. Hələ üstəlik sağlamlığı da möhkəmləndirmək olar. Balaca spa mərkəzində masaj və palçıq vannaları var və sükutluq. Yalnız siz və təbiət. Manişinin keçmiş baldızı qohumdan dosta çevrilən sürücümüzə hörmət əlaməti olaraq düşərgə ilə tanışlıqda bizə bələdçiliyi özü etdi. Amma bizim Vinni ilə qarşılıqlı simpatiyamız elə tez yarandı ki, 5-10 dəqiqəyə biz artıq dostlaşmışdıq və o əl çəkmədi. Tələsməyiniz haqda heç nə eşitmək istəmirəm. Hər yeri göstərməmiş sizi buraxan deyiləm. Və təbliğata öz işçisini, keçmiş SSR-nin ən ucqar yerindən, uzaq şərqdə yerləşən Birobican şəhərindən gələn xanımı qoşdu. Говорите, я вас покажу по телевизору потом. По какому? По азербайджанскому. Я очень бы хотела, чтобы вы познакомились в Лиха. У нас есть спа Тикулин. Просто посмотреть. Там нов очень красивый. То есть видимость на горы. Просто для души такое успокоение, что вы не захотите оставлять наш, как говорится, İsrail. Vinninin ən çox fəxr etdiyi yer İlanlar Muzeyidir. Buraya giriş pullu olsa da Vinni məndən pul almadı. Ayıb deyilmi dedi. Siz mənim qonağımsınız. İnanın ki, mən bu muzeyə girişi havaya edərdim. Amma işçilərə maaş vermək lazımdır, yem almaq, silib süpürmək. Bu muzey nə mənə, nə də düşərgə sahibinə bir qara qəpik də gəlir gətirmir. Əksinə, mən öz puluma oradan-buradan maraqlı ekzemplərlər alıb gətirirəm. İlanları mən çox sevirəm. Onsuz da aldığım maaşın hamısını xərcləyib qutara bilmirəm. Nəyə xərcləyim? Yatmağa yerim var, yeməyim, içməyim. Ona görə bütün pullarımı xərcləyirəm ürəyim istəyən və mənim qəlbimə yaxın olan şeylərə. İlan qurbağı alıram, bu yaxınlarda isə teleskop almışam. Gecələr ulduzlara baxacam. Gündüzlər isə gəlirəm bura. Heyvanların çoxu ilə dostam. Hətta onlarla söhbət də edirəm. Baxın, bu varan məni görəndə həmişə reaksiya verir. Mən deyirəm, dostum, düzdür bu sənin ərazindir, sənin budağın, sənin torpağın. O da mənə cavab verir. Bəli, mənimdir, mənim. Burada isə kolleksiyamın tacı, 2 başlı ilan yaşayır. Mən onun alınmasına bir ətək pul vermişəm. Vinni, bunun növü belədir, yoxsa doğum travmasının nəticəsidir bu? Hamilə zamanı stres mi keçirib anası, yoxsa plastik cərrahiyyə əməliyyatı ilanlarda da populyarlıq qazanıb? Yox, dedi Vinni, bu mutasiya nəticəsində olan bir ilan faciəsidir. Almışam ki, insanlar görsünlər, təbiətə zülm vermək olmaz, onu qorumaq lazımdır. Meşədə də, səhrada da. Amma açığı 2 başlı ilan heç də faciəli görsənmirdi. Sudan içib zəhərli iynələrini nümayiş etdirirdi. Dvaynoy udar. İsraildə 20 mindən çox muzey və qoruq var.
Hamısı da qorunub saxlanılır. İstər şəhərdə olsun, istər səhrada. Enli olmasa da, amma hər halda asfalt yolu salırlar ki, avtostradalardan aralıqda olan abidələrə turistlər gedib çıxa bilsinlər. Yolda isə xüsusi dayanacaqlar düzəldirlər. Maşından düşüb rahat baxmaq üçün. Baxmağa isə İsraildə yer az deyil. Salomon sütunları ən görkəmli yerlərdən biridir. Unudulmaz təəssüratlar bağışlayırlar onlar. Kopi Çarəyə Salomona. Tarixçilər Salomonun zəngin olmağının səbəblərini bu yerlərdə görürdülər. Onlar güman edirdilər ki, burada Salomon almaz və başqa qiymətli daşlar tapmışdı. Amma sonra məlum oldu ki, Salomon daşqaş yox, mis istehsal edirdi. Təbiətin yaratdığı sütunlara isə Salomonun adını verdilər. Bu sütunlar Salomon kimi uzaq görən və sarsıltmaz görsənirdilər. Bugün isə uzaq görən sütunların üstündə yaxın şərqə məcnun olan səyyahlar istirahət edib xəyallara gedirlər. Bizim isə xəyallara getməyə vaxtımız yox idi. Çünki gedib Ölü dəniz kurortunda gecələməli idik. Amma yolda bütün turist ritualına əməl etdik. Balaca düşərgədə qumdan abstrakt bir təsvir yaratdıq, rəngləri qatdıq, fantaziyamıza yaşıl işıq yandırdıq. Burada ucuz bir qiymətə balaca butulka alıb öz şəxsi suvenerini düzəltmək olar. Yaxud xüsusi aparata dəmir pul salıb, onu sonra yastı vəziyyətdə və üzərində xatirə yazısı ilə geri almaq. Amma Manişi bu əyləncələrə çox baş qoşmamağa məsləhət gördü. Gedək, səni irəlidə həqiqi möcüzə gözləyir. Dead Sea. Dead Sea adını ruslar Mörtvoy Mori kimi tərcümə edirlər. Çox fikirləşdim, mən necə tərcümə edim? Ölü dənizmi, rəhmətlikmi, mərhummu, yoxsa cansız dəniz? Ölü dəniz həqiqətən də cansızdır. Çünki onun suları xalis duzdur, Masazır gölü kimi. Amma bu duzu İsraillər çıxardıb bizdəki kimi torbalara yığıb satmırlar. Onlar bu dənizin sahilində möhtəşəm otellər tikib cansız suyun köməkliyi ilə insanları cana gətirirlər. Ölü dənizin suları maraqlı təəssüratlar bəxş edir. Bu heç su deyil, xalis duzdur. Duru vəziyyətdə. Ayağını güclə basırsan suya və biraz sahildən aralanıb oturursan içinə. Bəli, oturursan. Ya oturursan, ya uzanırsan. Möcüzəlidir, deyilmi? Amma gözləri qorumaq lazımdır. Mən çaşıb əllərimlə üzümü sildim və sonra yarım saat gözümün acışmasından xilas ola bilmədim. Amma başqa yerlərə bu dənizin suları, daha doğrusu duzları çox xeyirlidir. Ələxüsus damar xəstəliklərinə, radikulitə, əsəb sisteminə. Lakin həkimlər gündə 20 dəqiqədən çox duzlu suda qalmağa icazə vermirlər. Həm dərini yandırır, həm ümumiyyətlə ziyandır. Amma qayda qanunla duzlu vanna qəbul etsəniz, əmin ola bilərsiniz. Bədəndə olan bütün azar xudafizləşməmiş sizi tərk edəcək. Məsləhət görürəm. Nədir ki, Azərbaycan Beynəlxalq Bankından nüfuzlu platin və yaxud qızıl kartı alıb, beynəlxalq sığorta şirkətində duzlu təhlükədən sığortalanıb, Improtest Real şirkətinə müraciət etməyə kifayətdir. Vaxtınız yoxdursa, o da problem deyil. TNT şirkəti putyovkanı düz qapınıza çatdırar. Və siz bu qədim torpağa gəlib İsrailin ən məşhur kurortlarından olan Ölü dəniz kurortunda dincələ bilərsiniz. Yüksək servis, heyrətamiz otellər, spa prosedurları, bir həftəlik müalicəvi istirahətdən sonra özünüzü cavan və gümrah hiss edərsiniz. Cavanlıq və gümrahlıq isə hər birimizə lazımdır. Düşmənlərə qalib gəlmək üçün. Salamat qalın.